Sumqayıt şəhər Nizami Gəncəvi adına Texniki və Təbiət Elmləri Liseyində Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov, Abşeron Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva və Şəhid Səmədov Elnurun həyat yoldaşı Səmədova Aynur iştirak ediblər. Tədbir iştirakçıları arasında Sumqayıt şəhər İcra Hakimiyyətinin, Regional Təhsil İdarəsinin əməkdaşları, liseyin pedaqoji kollektivi, müəllimlər, valideynlər və ictimaiyyət nümayəndələri də yer alıblar. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov çıxış edərək məzunları təbrik edib, onlara gələcək həyat və təhsil yolunda uğurlar arzulayıb. Təhsilin inkişafında gənclərin rolunu xüsusilə vurğulayıb. Liseyin direktoru Rüxsarə Məmmədova çıxış edərək məzunların əldə etdiyi nailiyyətlərdən bəhs edib. Tədbir şagirdlərin ifasına təqdim olunan bədii nümunələrlə yadda qalıb. Şəhid Milli Qəhrəman Polad Həşimov adına 28 nömrəli tam orta məktəbdə də son zəng yadda qalan olub. Bugün hamımız buraya yığışmışıq ki, məzun günümüzü qeyd edək və hamı burada sevinci, xoşbəxtdir. Hamıya təşəkkür edirəm ki, diqqətlərinə görə bura gəldilər və bizə görə yığışdılar. Keçirilən tədbirdə müəllimlər, valideynlər, ictimaiyyət nümayəndələri ilə yanaşı şəhid ailələrinin üzvləri və qazilər də iştirak ediblər. Onların iştirakı tədbirə xüsusi mənəvi dəyər qatıb, gənc nəsilə vətən sevgisinin, qəhrəmanlıq və fədakarlığın əsl nümunəsini nümayiş etdirib. Məktəb rəhbərliyi hər bir şagirdə uğurlar arzulayıb. Daha sonra şəhid Milli Qəhrəman Polad Həşimovun anası Səmay Həşimova çıxış edib. Məzunlara ən xoş arzularını çatdırıb. İllərin xatirələrini geridə qoyan məzunlar, müəllimləri və sinif yoldaşları ilə vidalaşaraq gələcək həyatlarına doğru ilk addımlarını atıblar. 27 nömrəli tam orta məktəbdə isə son zəng şagirdlərdə unudulmaz izlər buraxıb. Məktəbdə son zəng həm sevinç, həm də qürur hissi ilə qeyd edilib. Məzunlar məktəb illərinin ən gözəl xatirələrini geridə qoyaraq gələcəyə doğru addımlayıblar. Tədbir boyu yaşanan duyğulu anlar iştirakçıların yaddaşında uzun müddət qalacaq. On bir nömrəli məktəbdə də son zəng böyük coşqu ilə qeyd edilib. Məzunlar müəllimləri və sinif yoldaşları ilə vidalaşarkən həm seviniblər, həm də kövrəliblər. Məktəb həyətində səslənən son zəng yeni başlanğıcların və böyük arzuların rəmzinə çevrilib. Bu il 2025-2026-cı tədris ilində məktəbimiz 216 məzun olmuşdur və onlardan 66 nəfəri 200-dən yuxarı nəticə toplamışdır. Eyni zamanda Respublika Fənn Olimpiadasının gümüş medalçısı var fizika fənnindən. Beynəlxalq səviyyədə şagirdlərimiz bizi təmsil edirlər. Varşavada Fəlsəfə Olimpiadasından qızıl medal gətirən Bağış Abbasımız var. Eyni zamanda bu ili uğurlarla başa vurmuşuq. Məzunlara uğurlar arzu edirəm. Allah yollarını açıq eləsin. 8 nömrəli məktəbdə məzunlar üçün son dəfə zəng çalınıb. Şagirdlər son kəz məktəb həyatı ilə vidalaşıblar. 12 fevral 2026-cı il tarixdə bu məktəbə direktor olaraq təyin olmuşam. Hal-hazırda məktəbimizdə 1 sinif, 11 A sinifi məzun olur. Ümumi şagird sayı 22 nəfərdir. Bu münasibətlə onlara dərs keçən dəyərli müəllimlərimizi, valideynlərini təbrik edirəm. Bundan sonraki həyatlarında uğurlar arzulayıram. Sevinç gözyaşları yanaqlardan süzülüb. Şagirdlərin hazırladığı bədii kompozisiyalar, musiqi nömrələri və duyğusal çıxışlar tədbir iştirakçılarına unudulmaz anlar yaşadıb. 6 nömrəli məktəbdə son zəng çalınıb. Məktəb rəhbərliyi onlara ən xoş arzularını çatdırıb. Bir tərəfdə sevinç dolu gülüşlər, digər tərəfdə isə illərin xatirəsini yada salan kövrək anlar vardı. Son zəng çaldı və məzunlar həyatının yeni səhifəsinə doğru ilk addımlarını atdılar. Bu tədris ilində 2025-26-cı tədris ilində məktəbimizdə 96 nəfər şagird məzun olur. Onlardan 12 nəfəri 200-dən yuxarı bal toplayıblar. Və bu siniflərin arasında 5 sinifimizdir. Bu siniflərin arasında xüsusən peşə təmayüllü sinifləri qeyd eləmək istəyirəm. Bu il orada bərbər köməkçilərini biz buraxmışıq. Bir də kompüter operatorları inşallah ki, dövlətimizə yararlı vətəndaşlar alacaqlar. Ən böyük arzum odur ki, bizim məktəbin məzunları dövlətimizə layiq vətəndaşlar olsun.
Şəhərin 15 nömrəli məktəbində isə son zəng yadda qalan və məzunların unuda bilməyəcəyi tarix yazdı. Bugün məzun günümdür. Bu münasibətlə hər kəsi ürəkdən təbrik edirəm. Hər kəsin gələcək həyatında onlara uğurlar arzu edirəm. İnşallah hər zaman xoşbəxtlik, can sağlığı və uğur hər zaman hər kəslə birlikdə olar. Bir daha uğurlar, təbriklər. Bütün məzunları təbrik edirəm. Onlara öz həyat yolunda müvəffəqiyyətlər arzu edirəm. İnşallah hamı istədiyi uğurlara nail olar. Və bugün bu təkcə bizim sevinç günümüz deyil, həmçinin valideynlərimizin sevinç günüdür. Mən sevinclərimin 2 qat yaşayıram. Çünki həm ilk sinifimdir məzun olan, həm də bu sinifdə öz övladım, ilk övladım məzun olur. Həm çox sevincliyəm, həm çox həyəcanlıyam. Yetişdirdiyim bütün şagirdlərimə sağlam ilk növbədə can arzulayıram. Həyatda hər zaman atdıqları addımda uğur qazansınlar, bol nailiyyət arzulayıram. Yollar açıq olsun, uğurları bol olsun. Təbrik edirəm hər birini. Səslənən son zəng sədaları minlərlə gənc üçün yeni ümidlərin, böyük hədəflərin və parlaq gələcəyin başlanğıcı kimi yadda qalıb. Nizami Rəsulov, Fərəd Ələkbərli, xüsusi olaraq Dinastiv üçün.